Biz müsəlmanlar sahabə haqqında bu siqadır və ya bu zəifdir, belə bir şey deməmişik. Əs-səhabətu kulluhum udul. Sahabənin hamısı ədalət sahibidir. Hamısı. Yəni müsəlmanlardan bir uşaqdan gedib soruşsan, sahabə hamısı siqadır deyəcək. Bir uşaqdan belə soruşsan, sənə bunu rahatlıqla deyər. Biz Səhih Əl-Buxarinin müxtəsərinə nəzər saldıqda 35-ci hissədə olan alış-veriş kitabına daxil olduğumuz zaman bizi birinci fəsildə bir hədis qarşılayır. Hədisin nömrəsi 983 nömrəli hədisdir. Buxarinin ümum hədis nömrəsi isə 2048-dir. Rəvayət edilir ki, Əbdurrahman İbn Avf demişdir: Biz Mədinəyə gəldikdə Peyğəmbər mənimlə Səd İbn Rabini bir-birimizə qardaş etdi. Səd İbn Rabi dedi. Səd İbn Rabi Əhl-i Sünnət tərəfindən tanınan görkəmli səhabələrdən biridir. Döyüşdən birində də şəhid olmuşdur. Gənc yaşlarında da İslamı qəbul etmişdir. Görək nə deyir? Mən Ənsarın ən varlı adamlarındanam. Malımın yarısını sənə verirəm. Ha belə, bax gör zövcələrimdən hansı sənin xoşuna gəlirsə, onu sənin üçün boşayım. İddəsi bitdikdən sonra sən onunla evlən. Mürşid bəy, siz deyirsiniz ki, sahabələr hamısı bizim üçün nədir? Əs-səhabətu kulluhum udul. Sahabənin hamısı ədalət sahibidir. Hamısı. Mürşid bəy, mən bu hədislə qarşılaşanda Nur surəsinin 19-cu ayəsini xatırladım. Çünki Allah Teala orada buyurur ki: İnnellezîne yuhibbûne en teşî'al fâhişâtu fillezîne âmenû lehum azâbun alîmun fid-dünya vel-âhiret. Vallahu ya'lemu ve entum la ta'lemun. Allah buyurur ki, möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Yəni müsəlmanlardan bir uşaqdan gedib soruşsan, sahabə hamısı siqadır deyəcək. Bir uşaqdan belə soruşsan, sənə bunu rahatlıqla deyər.